Bakı Dövlət Universiteti və CIBC Global MMC E-News beynəlxalq televiziya kanalı arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev jurnalistika fakültəsinin yüksək tədris potensialına və zəngin ənənələrə malik olduğunu bildirib. O qeyd edib ki, ölkədə peşəkar jurnalist kadrların hazırlanmasında media subyektləri ilə sıx əməkdaşlıq mühüm rol oynayır. Ölkənin nüfuzlu media qurumlarının təhsil prosesinə cəlb olunması jurnalist kadrların daha peşəkar hazırlanmasına effektiv təsir göstərir. E-News beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev rəhbərlik etdiyi qurumun ölkədə beynəlxalq media standartları əsasında fəaliyyət göstərən peşəkar ingilis dilli kanal olduğunu vurğulayıb. 2024-cü ildə yaradılan E-News ölkəmizdə ingilis dilli jurnalistikanın mərkəzi kimi formalaşır və 110-dan çox ölkədə yayımlanır. O qeyd edib ki, hazırda ondan artıq BDO tələbəsi kanalda təcrübə keçir. BDO tələbələrinin kanala vaxtaşırı media turları təşkil olunur. Bu da onların gələcək karyera quruculuğunda mühüm rol oynaya bilər. Görüşdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Sonda kanalın nümayəndə heyəti BDO-nun jurnalistika fakültəsinin infrastrukturu və maddi texniki bazası ilə tanış olub. Zəhra Niftiyeva, Zahid İbrahimov, BDO xəbər.